Bayaqları Azərbaycan Respublikasının müharibə iştirakçısı TikTok sosial media platformasında əslən görən boyda olan Qazi Sərdar adı ilə tanınan yayımçı yayım açaraq mənim ailəmin, övladımın şəklini qoyub kimləsə İlqarla problemi var və iddia edirdi ki mən Əlidən qorxduğum üçün Dilarənin videolarını sildirmişəm və silmişəm. Adildən qorxduğum üçün Dilarənin videolarını silmişəm və sildirmişəm. İlkindən qorxduğum üçün Dilarənin videolarını silmişəm, sildirmişəm. Əslində çox da düzgün bir iddiadır. Ona görə çox da düzgün bir iddiadır ki, mən arxivə qayıtmaq istəmirəm. Arxivdən bəri bu günə qədər istər proqramist olsun, istər o falsı cadugar, nə bilim kim olsun, kimlər bu günə qədər. Mən özümdən fəxr edirəm ki, mən yaxşı yoldaşlıq eləməyi bacarıram. Həmişə özümdən fəxr edirəm və çox təəssüf eləsin ki, yoldaşlığın müddətində xəyanəti və küləkdən zərbəni çox görmüşəm. Amma fətəqəbbər şəfaət nəfil ümməti fəldərəcə. Məsələ onda da deyil, adamın sözündə həqiqət var. Mən onun sözünü həqiqət olaraq qəbul edirəm. Çünki artıq 3-cü sutqada Dilarə bu çirkinliyi eləyir. Hansı ki, şəhidlərimizə mən bu ölkədən çıxım, görəcəksiniz şəhidlər nədir, qazilər nədir, veteranlar nədir. Görün, mən necə şəkləyirəm. O video kadrlar da var, görmürsünüz, telegramları da var. Yəni, hesab kitabla bu 2-3 sutqa ərzində mənim qardaşlarım mənim harayıma gəlməli idilər, çıxıb öz çıxışlarını eləməli idilər. Mən o qardaşlarıma da səsləndim ki, narahat olmayın, bir vaxt gələcək, sizin də həyat yoldaşınızı, sizin də uşağınızı, sizin də ailənizi Dilarə heç vaxt öz eləmir. Elətdirir. Bunu hər bir çox gözəl bilirsiniz. Özü eləmir. Elətdirir. Ağa gün Dilarə mənim körpəmə dil uzatdıranda mənim qardaşlarım gəlib öz çıxışlarını eləməli idilər. Ailəmə gələndə öz çıxışlarını eləməli idilər. Eyb yox, canları sağ olsun, yoldaşlardır, qardaşlardır. Mənim onlarla əqidə qardaşlığım var. Allah hər birinin canı sağ eləsin. Sərdar, mənə və mən Əlinin qorxusundan, Adilin qorxusundan, İlkinin qorxusundan mən Dilarənin videolarını silməmişəm. Mən Dilarənin, xalasının, qardaşlarının və özünün ocaqlarında nə qədər körpə varsa, Allaha and vermişəm o Seyyid-i Şadanın nəslindən, cinsindən olan, Qızılbaş Tornəfət nəslindən olan balamın gül camalına. Allah onların balalarını bu dünyada şikəst zəlil eləsin. Başqa mən heç nə istəmirəm. Və Allah məni hər səfərində onların yadına salacaq. Bu mənim öz şəxsi fikrimdir. Mən qorxu funksiyasını özümdə deaktiv eləmişəm. Qorxsaydım, bugün bu kürsüdə oturub yayım aparmazdım, videolar çəkməzdim. Qapımda maşınıma kimi yandırdılar, qucağıma fahişəyə kimi atdılar, canlı yayım gedə-gedə yayınıma gəlib üstündə.